ağıl bizə bəxşiş olanda, ağıl ən əvvəl özü-özündəki mən varam. İndi ki mən varam, indi görün başqaları da var yoxsa yox. Toxunuram, görürəm, eşidirəm. İndi bu gördüklərimi, eşitdiklərimi daxili hissimlə də uzlaşdırıram. Ya sevinirəm, ya nifrət edirəm, ya ümid bəsləyirəm, ya ümidimi qırıram, ya qəmlənirəm, ya şadlanıram. Bunları uzlaşdırıram. Amma bu uzlaşmada əsas məsələ nədir? Bu uzlaşmadadır ki, Quranda Allah buyurur ki, İnnallâhe yəhulu beynəl mər'i və qəlbihi. Bu uzlaşma haçan doğru düzgün uzlaşma ola bilər? Bil ha, mən də Allah buyurur. Bil, mən, sən və qəlbimin arasında yerləşirəm. Əgər mənim məcramdan keçərsə, həyat ali həyatdır, ağıl da ali ağıl. Amma əgər mənim məcramdan keçməsə, həyat zəif həyatdır, ağıl da zəif ağıl. Nəinki ağıl yoxdur ya? Ağıl var, amma zəif ağıldır. Hətta əgər bütün dünyanı fəth eləsən belə.